Fars körfəzi ölkələrinin səmasında nə baş verir? Yaxın Şərq yenidən qaynar nöqtəyə çevrilib. İran ətrafında alovlanan gərginlik bu dəfə yalnız quru və siyasi meydanlarla məhdudlaşmır. Proses birbaşa havaya da, yəni regionun hava məkanına keçib. Artıq bir neçə ölkə öz hava məkanını tam bağlayıb, beynəlxalq aviaşirkətlər isə reysləri təxirə salır və ya ləğv edir. Bu vəziyyət təkcə sərnişin daşımalarını yox, ümumilikdə regionun sabitliyinə ciddi təsir göstərir. Qətər, Bəhreyn və Küveyt hava məkanlarını növbəti xəbərdarlığa qədər tam bağlayıb. Rusiyanın Rosaviasiya agentliyi Rusiya aviaşirkətləri üçün yeni təlimatlar verib. İran, İsrail, eləcə də İraq, İordaniya və Qətər hava məkanı ilə uçuşlar qadağandır. Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı hələlik bağlı deyil, lakin Dubay aeroportu artıq reyslərin gecikməsi və ləğvi barədə rəsmi xəbərdarlıq yayıb. Turkish Airlines, Pakistan Airlines və Egypt Air kimi aviaşirkətlər bölgəyə uçuşları müvəqqəti dayandırıb. Doha və Bəhreyndə hava həyəcanı siqnalları eşidilib, lakin raket hücumu qeydə alınmayıb. Bütün hallarda əgər bu İran tərəfindən verilən son cavab zərbəsidirsə, hava nəqliyyatı bəlkə də çox qısa müddətdə bərpa oluna bilər. Ekspertlər bildirirlər ki, normal vəziyyət bugün axşama qədərki sabitlikdir. Nəticələrə gəlincə isə bugünkü mənzərə göstərir ki, yaxın şərqdəki böhran artıq yalnız iki dövlətin qarşıdurması deyil. Bu getdikcə daha çox ölkəni cəlb edən və regionu qeyri-müəyyənliyə sürükləyən çoxşaxəli bir münaqişəyə çevrilir. Hazırki vəziyyətdə nə təhlükəsizlik, nə də hava məkanında sabitlik tam şəkildə təmin oluna bilmir. Yaxın perspektivdə isə bölgədəki gərginliyin azalma əlamətləri hələ ki görünmür.